Asan, ən dadlı ketçup istəyirsinizsə, bu video sizin üçündür. Ketçup üçün ətli qırmızı pomidordan istifadə edirəm. Pomidorun saplağını təmizləyib 2-3 yerdən kəsirəm. Soğanı da doğrayıram. Videonun altına dəqiq ölçülərdə resept qeyd edəcəm. Şirin biber və alma da doğrayıram. Ocağın üzərinə qoyub 1 saat bişirirəm gür odda. Vaxtı az aparsın deyə suyunu bu şəkildə çıxardıram. Daha sonra blenderdan püre halına gətirirəm və süzgecdən keçirdirəm. Tumları qabağı çıxsın. Şəkər tozu, pul biber, duz, sirkə əlavə edib qarışdırıb 5 dəqiqə qaynadıb bankaya yığıram. Qaynar şəkildə ağzını bağlayıb soyuyana qədər saxlayıram. Ən dadlı ketçup reseptidir. Resepti bəyəndinizsə hazırlayıb siz də yoxlayın. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.